Hay. 3 kilometre girmiş. Ay ne güzel. Bu bilgi ne yapıyor? Başlamak ben yerden girdi. Salam. Salam. Akşamı xeyir. Akşamınız hayır. Kameranızı mahniye azaldığında. Ceyhun Bey kızışıpsınız diyen değil ama mahniye azaldın. Bircə saniyədə səbirli ol. Azaltdım. Aha, yaman romantik adama okşuyorsunuz profilinize bakarak da. İdin oğa. Hay? İdin oğa. Azerbaycanca danışır, başa düşmedim. Mən də Azərbaycan dilində danışıram da. Deyirəm, didin oğa. Aha, he yaxşı, necə konuş. Aha, haralısınız? Mən Saatizler baba dolasını karşılar. Ciciyana nedir? Ne diyorlar? O ne demek? He, saatlısınız. yox, Bakıdanam. Sen haralısınız? Xızı. Kızı. Hardasınız böyle? Mən Astarada. Yok indi böyle, harada ora? İndi romantik bir yerdir. Meşənin içində. Aa, dikkat edin, dikkat edin. Allah korusun, ay may gelip başınızı oynatacak. Necə? He canım benim. Bir karanlıkta ne qarsınız orada Lelo Yüksek kimi? Işığınızı falan açıp tanıştık mı? Ləli önlük bizlik deyil. Yaxşı, ışığını açıp söhbət eləyək. Baş üstə. Bakın görmədimdeki şeytas bunu yerim ona. Aha. Hı. Nədir o? Maşındır, nədir o? Karavan. Aman, meşənin ortası. Bir dənə baxım qapıdan çölü göstər görüm. Dəqiq. Hə. Nədir o? Meşədir, nə var? O haradır ora? Demirəm mi meşə? Hadi. Nə qarsınız orada? Qarmağa bir şey tapamırıq. Nəyə? Nə bilim valla. Nəyə tapamırsınız? Deyirsən nə qarırsan? Deyirəm qarmağa bir şey tapamırıq. Deyən görüm mənim bir dənə xalan qızı var, yollandırım xalanla falan. Ehtiyacı yoxdur. Qohumlarından falan yollandırayım mı? Xalan var, bibin qızı var, bibin var. İstəyirsən yönlen. Gözlə mən axtarım ailəndən birini yönləndirəcəm sənə gecə ilə oturarsın. Ehtiyacım yoxdur sənə. Canım sən. Gözləyin də ailəndən birini göndərəcəm ananla falan filan. Seyid az bu deyirəm. Ay necə tərbiyəsiz insanlar var az. Bakın görün bunun xalası kızından falan kim var bunu yönləndirək buna. Necəsən Vezar? Sağ olun buyurun. Geçek dedim ama. Değil mi kız? Geçek dedim. Tanımadı ne deyəsən? Geçek dedim. Ha, çok teşekkür buyurun ederim. hoş Tanımadım. geldin. Xoş gördük. Tanımadın deyəsən mən. Geçek dedim. Aa tanıdım. Geçek dedim ama ben öyle mi? Ha, Ürəyim çok orada geçek kaldı. dedin, Yaxşı çok dedim. geçek. Az birisi Allah'ın cezası bir daha sana daşmıram. Geçek dedim ama değil mi beyaz? Geçek dedim orada. Yaxşı dedim, yaş söz soxdum. Ha, dəhşət, ürəyimdən gəldi, ürəyimdən çıxdı tikə. Gəl öp qız məni. Qəşəng dedim orada. Çox sağ ol, canım arkadaşım, təşəkkürlər. Qolum niyə qanadı kız? Hə, buyur Duyğu. Ne demirsən yenə? Nədən söhbət gedir? Haralısın, mən səni tanımadım mən səni. Həqiqi deyirsən? Allah haqqı tanımadım. Duyğu, burada pek atmışdıq. Anamla durmuşdum yan yana. Neçə ay bundan qabaq deyirsən? Ay deyil. 2 həftə falan bundan əvvəl. Bəlkə də ay var ya ama. Yadımda deyil, nə qarırdıq? Heç nə danışırdıq. Mən candan çıxandan sonra sən hələ qayıtdın dedin şeydir. Bu qızlara nə deyirsən gülür ana bala ikisi də falan. Hatırlayarsan həqiqətən. Ola bilər. Hadi, o ağzını kəsə qızı çıxar. O sinirlərimə toxunursan qız. Yaxşı çıxardım day səndən. Haralısın? Vəziyyət. Qarabağ, Cəbrayıl. Orada qalırsınız. Yo, Bakıda qalıram. Bak, güzelsən, geçək qızsan. Çox sağ ol. O sən geçəkliyin. Ha sen yeğenim. Ne iş gelsen? Hələ ki işləmirəm. Hələ ki işdən çıxmışam. Kafe yerində işləyirdim. Aynı dedin ama. Ama Duygu bir şey diyeceğim. O gün maman da geçək kızıydı değil mi kız? Mamanla oturmuş yadımdadır Duygu. Ve bana bak kofe işlerin falan kız Duygu sesin niye gelmiyor Duygu? Ha. Duygu'ya gittin kız. Aman interneti kesse de Duygu'nu görürsünüz. Neyse TikTok'ta teknisel bir problemler olur bazen. O rahmim daraldı Allah hafif. Ay.
Tekne elə biləcək qız mən atmışam yaz yetim. Celsini al yazıblar. Celsin kim kız? Oy bile. Gördüğü sifətini gördüm. Gördüm. Kayıt səhifələri sizdən rica edirəm o yerini screenshot edin. Gördüyü sifətini. Rəvancım çox sağ ol. Celsi kim? Celsini alın yazıbsınız. Celsi kim kız? Celsi. Celsi kimdi? Alo. Celsi. Pive Bey. Pive mezeleri yerler. Şeylerin kafasını. Celsini al. Niko. Celsi kim kız? Celsi kim aşkım? Niko. Bakarsan az. O süreyim korktu. Sevgilerin kırısı sevgisi. Az gancık. Get yat. Ay ben korktu. Sen neler oradan bak. Celsi kimdi? Celsini al yazıflar. Onu şeylədim, səssiz attım da, nədir oldu? Celsi kim kız? Bilmirəm, Chelsea. Chelsea. O kim kız? Oh no, hold on. I'm already sister. Hold on. Hello. Hello. Bunlar nereden geldi az? Hello. Hey, Hi. how you doing? Ay ne de çirkin. Yallah acıları. Bizim acılar bestelesi de görürüm. Müjgan yayında değil ömrüm. Müjgan yayında olsa alardı. Müjgan bağladı onun rahmi yansın Müjgan'ın. O iğrensin rahmi. Arkada benden izliyor görür müsünüz Müjgan'ı kız? Müjgan. Ay sen. Selam. Neredesin? Şehirde işte Arası da şehrin arası. bayıldı. Orada nerede ne varsa iş görürsünüz, iş başındasın. Ha, Diyen danışamırsan, müsait yere git danış. ne danışmıyorum, ne danışmıyorum. Çok ses geldi, karanlığa. Bu neydi az? Əliyeva, bu ne az? Şeye git, karanlık yere git, sakit yere zengile. Buradayım, yaxşı. Yaxşı, sağ ol. Gözləyirəm, karanlık. Ay Əliyevacığım, çatar. Chelsea Bakseliyeva. O ne kız siz sey adlar sayırsınız bura. Chelsea Bakseliyeva ya. Çıktı bu. Bir baxım görüm bu Celsi kimdir? O kimdi? Chelsea Bakseliyeva. Chelsea Bakseliyeva. O ne da? Məndə peyka isteğe bağlı değil. Ne var ben bu kadar neden Peyğəmbər şimdi? olsa, o götür. Tanımıram, nedir bu? HG kimidir? Yo, tam fərqli bir şey. Sonra qışırım. Aslında nedir de danışın görüm de. Mesela benden niye pek istəyirlər? Lübunca söyleyeceğim. Bu gacı çok medikacı olduğu için, babylerle madilik yaşadığı için de gitti. O sonra oradan da babyleri madilikler akmaya başladı. Hardadır bu? Xaricdədir. Ay yox, xaricdədirsə mən neyim mən? Aşkı bir insan ki devleti pisləyirsə mən o insana niye PK atım Allah aşkına? Qaçıb gediblər, o birisi xaricdə qalırlar, gəlirlər. Yəni cəsarətləri də yoxdur, söydüklər söyüşü gəlib burada desinlər. Biz də onlara söyənmirik deyə. Onlar da rahatçılıqla çat söyürlər. Gərək yoxdur PK-ya alım, değil mi məncə məntiq olaraq? Ne gerek var? Bu öyle dedi de mən gizli bir dilden üstü bağlı anlattı. Neyine ben onu alıp ne diyeyim sen Allah aşkına? Ha neyse öyle insanlarla PK deyin ki eğlenceli olsun diye güleyim. Benimle o ne alaka yok. Ha tamam. Ravancım çok teşekkürler. Alo. 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 Salam. Alo. Burun Necəsən? ameliyatındı. Hə, Ne kişi haralsan? Şəmkir. Ama nenemin yerlisi. Sizin də yeriniz. Ben yerli bir, ben Şevkir'de pıtlamamışam. Aha. Nenem oraldı, 5 defa gitmişim. Ay ben Şevkir diyende cıram. Ben baktan adammışım. Ha bu Şevkir yerli. Bana mı yerli? He nenem oraldı. Nenem oralsa ben oral değilim ki. Nenem. Deyip orada. Aha. Ay nevlendim. Tamponlarını cıracağım. Harda kalırsınız? Şəmkirdə amma Türkiyədə yaşayıram. Ne iş görürsünüz? Tələbəyimiz. Ay bu arada bütün Şemkirleri buradan agronuna salam. Özellikle Şemkir'in oligark pullu insanlarına Rusya'da pazarları olup abiyek sahipleri kişilere buradan ekskluzif salamlarım olsun. Ay canlarım benim. Sen Şemkir'in arasındansan. Sizə yaxınam. Ben harda kalırımmış Şemkir'de. Deməyim də yaxşı.
Təbdildə qalmıram, bir vakit yaşayıram, ay müəllim. Ben nənəniz ilə nə? Hə, nənəm qalır. Bütün nənəmin də ev adresi ifşalanıb. Bir quluncum var. Bu Niko da mədə əməliyyat eləyib deyə məni qaldırıb qıramır. Gel elimle. Az qıramırsan, Gel. partlayar mədən. Az dikişlərim cırılar. 2 dakika şey. Allah haqqı cırılar. Bir qulunçlarım var. Belə biri məni tutsa, belə əzsə, büzsə, xırt-xəşil eləsə Allah haqqı. Qıra bilərsən. Bir dənə gözlə, oğlan. Qız görüm, qız. Gəllər, gözlə. Az qıra biləcək. Oy mama. Asla ol ki Allah. Oy ay bacay. Hə. Hə. Nə iş görsən? Oy Neyse oturmuşam. bir masaja gedəsin var. Harda oturmusan? Evdə. Elə yox, yəni konum olaraq. Konum olarak Şəmkirdə. Şəmkirdəsənmi? Bəli. Türkiyədəsən bə dedin. Türkiyəyə gedəcəm 8 günə. Ha, nə oxursan? Mən IT, IT. Hansı universitet? Bayburt. Neçə yaşın var? 18. 19 keçirəm az qalır. Hədə girdin? Nə yox, ikinci kursa keçirəm. Ha, Bayburt. Bəli. Oo, da denən Ülxana. Tanıyırsınız. Ay Bayburt bilməz miyim? Ay, nə sıxıcı. İnanırsak bizim, yəni bizim Şəmkirdə ay gəzməlidir Allah Vallahi haqqı. Şəmkir daha yaxşıdır. Bayburt, ay nə sıxıcı, yaşlılar qalır. Hə, yenə Eskişehir falan desən, hə, cəhənnəm Eskişehirdə tələbələr falan qalır. Gürcün nədir? Bəli. Tərəzi. Aman, indi sen oraya düşsün diye yalandan değil mi? Bayburt falan yazırsınız ki az puanla gelip düşesiniz oraya. Allah'ın cezaları. İstanbul'a böyle puan istiyor. İyi. Yalandan değil mi? Neçe puanla girdin sen kişiliğin? Puanla girmədmiş mi? Pulsuz değil mi? Yalan belası, ona göre gelirsiniz öyle Bayburt'ta, Trabzon'da falan. İstanbul'da falan okumağa göre gerek bunlar test verir. Böyle bir balola gerek bunlar kursu mursu kutara burada. Hiç de hayırlı olsun inşallah. O diplomunla ne kalacaksın indi? Heç nə fikrimdə Azərbaycan gəlib işləmək var. IT neydi kız? İnformatik texnologiyalar. Ha, teknoloji. Ha. Bəli. Yaxşı oğlansan, oxu əsas. Sağ ol. Biz sizinlə danışmışdıq bir dəfə. Ay Röyalcığım, çox təşəkkür edirəm, sağ olun. Və mənə bax, ailən falan pul göndərir ora. Göndərir. Öğrencisən? Ay, öğrenci neydi? Öğrenci evində qalırsan? Hə, yurtda qalıram. Oy, neçə nəfər? Yurtda hardasa 200 nəfər olar da, oğlan. Oo, yox, sən otağında neçə nəfər qalırsınız? 2. Mən də o vaxt 4 nəfərlə qalırdım İstanbulda, İstanbul Kültür Üniversitesində oxuyanda. Ay, iyilənmişlər, Allahın cezaları. Biri orada şakka krem ora atır. Bilirsən nəyə deyirəm, iğrənc salfetkalar yerdə. Deyirəm, bədbəq oğlu, bizi çölə çıxarırdılar. Deyirlər ki, kanka bir icazə ver. Ay, iğrənc, ay, ağlım. Mənim geçik yatağım belə təmizliydi, özümə stəkan falan filan. Ay. Gerçekten Allah o yurtta qalan öğrencilere, tələbələrə səbir versin. Yəni, 4 tane insanla qalırsan, 6 da insanla ama hamısı fərqli düşüncələrdir. Anladı, biri osturur, biri sıçır, iyi bir bilən, rəyəqi qoxur. Ay, inşallah öz evinə çıxasan orada. Çox sağ ol, inşallah. İşçi vermişsən. Amma alışmışam artıq. Yox, işləmirəm. Baxım, yan dön görün burnuna. Ana, neçə elədin? 2000. Harda? Biz Bakıda. Hansı doktor? Sirus Qəzənfəroğlu. Firuz Gəzənfəroğlu, yaxşı doktordur az. Birinci əməliyyatındır bu. Hə. Az mən də ikinci əməliyyatını istəyirəm də, çox çətinliymiş ikinci əməliyyat. Bilmirəm Azərbaycanda belə güclü bir doktor varmı? Burun əməliyyatı amma ikinci eləyən çox çətindir, bilmirəm. Sirius doktor geçəyətmi qız? 2000 manat eləyibsən, nə yaxşı belə ucuz? Bilmirəm ki, elə eləyir də o. Dəliklərin yaxşıdır? Hə, yaxşıdır. Nə vaxt eləyibsən? 18-ci gündür bu gün. Tamponların çıxıb? Çıxıb, hə, 10-cu gündə çıxıb. Hə, bir çıxaq görüm hamısı nətər durur? Bir dəqiqə. Baxın, içinə fıttırıq falan çıxar, dikkat edin. Yox, çıxmır, narahat ol. Sirius geçək doktordu yazılar qız. Hə, Gəzənfər Sirius. Baxın, dəliyinə baxın. Yaxınlaşdır, kameranı belə əlinlə yaxınlaşdır. Allahın cəzası. Baxın dəliyinə. Lazerə get arada, poxlar yapışıb tüklərini. Yandır görüm. Az qəşəng olub. Nə gözəl olub burnum. Çox sağ ol. Aman, köhnə burnumu maraq elədim. Göstəreyim. Göstərsənə, oy Sərxanım. Sərxan Rahmiqan. Gözdə gəlirəm. Sərxan gözdə göstərsin gəlirəm ömrüm. Sərxanı yaddan çıxarma. Dayanaz, bir dənə köhnə burnuna baxaq. Sirius nətər eləyib bunu, köhnə Mıx Məmməd burnuna baxaq. Tez ol, Rahmim daraldı. Yaxşı tapıram bir dəqiqə. Tez ol, başqa yerin görünər ha, Allah qorusun, diqqət elə. Deyə bax. Hə, qəşəkdir, qəşək. Geçmiş olsun təzə burnun.
Çox sağ ol. İnşallah teze burunla başlayırsan. Ha. Yani bilirsən də ilk burunla başlayırlar. Yavaş yavaş inşallah. Yo. Canım canımıza dikkat elə. Öpürəm səni. Mən də sizə çox sağ olun. Sağ ol. Çok yaxşı oğlansan. Yeni burnun xeyirli müştərilər. Ay xeyirli olsun, xeyirli düşərli olsun canım benim. Çok sağ ol. Sağ ol. Ay Serkan'ım. Az bu Serkan az Serkan'dı görəm. O gün ben PK'ya koştuğum. Ay o gün sen PK'ya koştun mu Serkan'san? Serkan ömrüm. Ay benim canım. Oy baba yadigarını öpürəm. Ay sevgilim Serkan seni yalayım yutun dik tutun Serkan. Serkan düşmüştü. Ay canım benim Serkan'ım çok da şükür ederim. Attığın inşallah böyüyorsun düşerli olsun. Bu ocağım sana düşerli olsun. Canım sen Serkan. Öpürəm ömrüm. Çok teşekkür ederim Serkan. Ay kız ben hareket edeyemem Niko. Ben niye bileyim kız ay kocalmışam Allah hakkı. Canım sen Serkan'ım çok sağ ol. Ömrüm sevgilim. PK'ya dıkışsana. PK'ya tıkışmak istemiyorum. Yine reklam var değil mi? Darattı bu reklamlar beni yine. Az bir tane reklamım var. Az o adamla ne kadar reklam edeyim ben? İstiyor da cama. Bu yalla. Demek gelir xeyir. Bu Şahin parfüm ben darattı. Gözde alacağım onu. Ay Revancım az bu Revan da hediye atır. Çok teşekkür ederim. Kızlar bana hediye atan oğlanları takip edin. Ama gidip yazmayayım ki Velizar yani yazmayın birden yazarsınız ki biz orijinal olarak Velizar'ı açarsınız. Gelip rahminizi cırt yere bölerim. Deyin ki Velizar'ı hediye attığın için çok sağ ol. Çok teşekkür ederim. Çok yaraşır kılsan icazə ver seni takip edeyim. Yazırsınızsa ben atan hediye oğlanları ile yazın. Ama değil birden deyersiniz ki Velizar'a hediye atmam bana falan at. İnan sizi cırık eləyərəm. Sadece takipleşin çakı çıkkı falan tamam mı kız? Canım kız. Alo. Hi. I am big fan. I am your big fan. I am your fan. बात गाएगी जरूर पक्का पक्का. Hanımsınız. Az siz benim dili hardan bilirsiniz? You are great. Yeah. You're looking so beautiful. Yes. You're looking so beautiful. Yes. Ha, bu da teze taktik adı. Bütün büyük yayıncılara deyirlər ki big fan big fan. Ha. Where are you from? ओए सानू कोई कुत्ती मार के नहीं राजी सानू कोई जीता आ जाओ यार सारे हाय so beautiful you follow me गाइस हमारी नाक कट रही Follow है यार back इसके me. सामने. Niye Allah'ın your cezaları? triple है your triple गाइस triple ट्रिपल है यार कोई मैं गिफ्ट नहीं देख रहा मैं सैशिप your में लेवल अप करना है. triple Niye Allah'ın cezaları sizi çingeneler sizi Pakistanlı çingeneleri sever kimi danışırlar. O tiz sesiyle sever de böyle danışır. Pakistanlı sever seni. Kulağım gitti kız ci uy. Ha Şahin parfümü gidi sen ala 5 gelir reklam sokuşturun ortaya ne olur dostlar iyi. Ay canım yine hoş geldin sen. Hoş geldin. Ne desen? Buyur canım benim çok sağ ol. Diye sen yaman böyle tutturursan reklamını. Üst üste reklam. Ya sen bizden pek atmak ister misin? Yok canım benim bu rahmimden alır ona göre sizden buyur. Hay onu sohbet. Da danış da day ha. Ne danışım? Ne danışım? Ne de o çay koyup da Beğendin etmiyor. çay yırıştırdı Allah'ın cezası ekranda çay şeyi görünür. Ha. Buyur. Royal Bey'in sağ ol. Az ha bu parfüm çok güzeldi. Sen ne diyeceksin? Yine devam eləyir indirim. Bak bir şey diyeceğim. Aşağı. Reklam benden sen reklam geldi sen kişiliğin. At bu değil bu başka parfüm. Ay canım sahilim. Aha reklamın ne tutarlı mıydı bu bir abur oldu. Bu elimizde kaldı. He. Bu kaptan daha iyi verir zarfat mı kaptan? Şahin sesin gitti ömrüm. Verem bu kaptandı bak bu Sesin kaptan. gitti. Tamam. Asmede gitti onda gitti. Bir de bak senden. Şahin sesin gitti. Eşitsen. Mende gitti sesin. Hemen de Allah hakkı gitti. dedi be. Bak tezden at bir dene isteyip ben mende gedib ses. Niko'da gelir. Mende gelmir. Sen de gelmir elə. Size gelir ses. Səfət. Mənə gelmir. Benim bu TikTok ben Bagdada. Sizə gəlirsə sən danış mən səni eşitmirəm. Qulağına qoy gör nə deyirsən onu ayırayım. Mənə gəlmir səs. Deyirəm ki ətri bəyəndim Velizar. Ne deyirsə hə deyim. Hə. Şeydi. Hə. Bax 2 gün qabaq elə baxdığında Geçeydi. 2 gün qabaq ay günü müydü? Aha. Onun üçün bir dənə qəşəng kampanya. Geçeydi. Qəşəngdir. Ad günü. Bir dənə kampanya qoymuşam. günündən Bax, qabaq. Əşraflara Ayşəfa təzədən bitir. Qəşəng. Təzədən gətir sabah. Ne şey 50% indirmə salmışam. 50%. Bir də ki bilirsən də səhifəmizi takib edin. Yok ay aşkım bak ses bak. Bu yaz.
Hər Cəmiyyət 100 telefona nəfərdən bir satışım. nəfərə Hə. hədiyyə edirik və takip atan hər 100 nəfərdən bir nəfərə. Hə. Alo. Gəlir indi səs. Nə qaraq? Nağara. Nə deyir kız eşitmədim. Əllə belə incində şey istəyirəm, belə belə. Yo indi eşitirəm de. Gəlir səsim indi. Hə. Hə, deyirdim ki, bu Ayşə parfüm var ya, sənin ətrin. Hə. İfadə elədiyin. Va bitirdi, təzədən gətiririk. Plus Sən 2 gün qabaq. kişilik məndən səhər gəldi müştəri. Hə, konuşdum. Millət demirəm, bu doldurmuşduq ya, bunu satıldı. Şimdi Ay təzədən kızlar, eğer Allah aşkına bu benim istifade edeceğim parfümü alan var aranızda. Bu benim istifade edeceğim parfümü alan var aranızda. Siz canın, siz kişiliğiniz, siz kızlığınız. Kokusu neter idi. O yandaki lelöyünüz mü sokur? SS'ləri hamı yəni razı qalıb and olarlar. Hamı Neter yəni- idi, beğendiniz. Az ne oldu elə hamınız aldınız, elə mi? Zırt. Ay ne, az ne iş verensiniz. Harada aldınız, elə ne oldu? 26 bin nefer ondan aldı. Adam milyarder olar 26 bin nefer alsa. Dur, sen kişiliğini alan var aranızda. Ha, beğendiniz kokusunu, ha. Hə, yəni qoxusuna yəni söz ola bilməzlər. Ay günüm idi 2 gün qabaq. 3 günlük kampanya eləmişəm. Bu gün 18'de qutarır kampanya. 50% endirmə salmışam, 3 manata qoymuşam qıram. Sen 2 günde artır. 2 gündə artırım. He. Artırım da yaş ay 20'sinə qədər elə 3 manat qıramı. 3 manat gramı. Mənim adımdan gəl takip edənlərə. Adı nədir deyirlər? Ayşə parfüm. Bunu elə tanıtmısan sən cəmaata. Gələnlər deyir Ayşən parfüm, Ayşən parfüm. Ayşə. Ayşə. Bir də Kızlar. Ama bak oğlan unisex de o yoksa? unisex qoxudur. Bəli. Ay bəli. oğlanlar kızlar Allah hakkı çok geçeydi. Bak koyun Mercedes'inize, BMW'nize falan aynı ebeğe grup çok teşekkür ederim. Çok geçeydi Allah hakkı. Olay kokusu var beğenmese bilirsiniz diyelim beğenmedim mimikalarımdan falan geçeydim. Sən nə deyim? Mən də kimə bu boydan özüm Gelişdir, gelişdir. Hani boydan özünü göster görüm. Nikoy deyim sen boydan göstereceğim özümü. Boydan göstərim. Bax, görün. Başla deyim mən. Olsun canım benim. Ben ses başka şey. Bu bakak. Ha yox, heç utandırdın sən məni. Haydi bakak da ne olacak? Bakak görün. Neyin varıymış? Bax da. Yerləşməyəcəm belə. Dur görmem duklardan görmüyorum ki ömrüm. Görmürsən? Kırmızıyı koy. En çok kırmızıyı o tarafa. qabağa keç. Belə boy. Kırmızıyı o tarafa koy da görmürəm axı. Az düşmür olan değil mi? Kıvanç Tatlıtuğ'un Kazak versiyonu kime? Mən hamı yoxlamışamdır. Niyə hamı yoxlamışamdır? Ay senin iş yerin haradaydı ömrü? Bakıxan orada. He, neçə də açıq sanki? Hə? Neçə də açıqdır ora? Bura saat elə normalda 11-12-yə qədər. Prosta arada otururuq da. İkinizsiniz, o Lelöngədə də olur həmişə yanında. Lərəngədə. Canım az bu da olsun, bu da şirindi. He, yoxluqdur. Mən bak, ikiniz də olursunuz eləmi orada həmişə? Qardaş yerdə. Qardaş. Başqa var biriləri yoxsa ikinizsiniz? Biraz qəşəngləş. Köşələşib Lelöyn, o var. Aa Allah haqqı sən baxım görüm özünə baxım falan eləyirsən. O ağ koftalı geçeyləşib ölməmiş. Şahin, bəlkə gecə gəlim çay içəyim sıxılır. Gəl. Gəlmişəm. Oyun təzən çay qaynasın. Mənim o qırmızım da qutarıb gəlsəm, bir dənə də mənə qırmızı ver, story də çəkərəm. Amma qəşəkdir də qoxusu adam üstündə Allah var. Allah haqqı qəşəkdir. İkinizsiniz eləmi sadəcə, başqa yoxdur kimsə? Canım sən. Yayından sonra bir tek takipləşək şey yaz. Takipləşirik də konum atarsan. Yaxşı, yazacağım, əlaqə nömrəmi atacağım. Onda mənim adımdan gələnə 3 manat qramı. Bəli, bütün ünvanlara çatdırılmamız var. Yaxşı rayonlara da çatdırılır. Mən kampanya keçirdirəm. Həmişə hər takip atan 100 nəfərdən bir nəfər seçib ətir hədiyyə eləyirəm. Hə? Az takip eləyin də 100 dənə bir dənə eləyirmiş Hər takipçilərlə 100 cümləsi. nəfərə hədiyyə eləyirik. Neçəsini sənin canından sonra... Heç olmazsan. 100 dənəyə bir dənə nədir Allahın cəzası? 100 nəfərdən Sən bir nə nəfər qədər takip gəlir? Səndən. Az yazıb bankrot olar. 35 gün takip gəlir, 50 Heç dənə olmasa 2  dənə elə də. Hə? Heç olmasa balaxanadaydı eləm yerin Dənə hardadır? eləyirəm. Hər Yerin hardadır? nəfərdən 2 nəfər seçəcəm. Ya 50-dən birisi. Şəhər daxili pulsuz çatdırılmamız var. Az Bakıxanovdadır yerin. Didavaydı mən gedirəm sənlə maraqlanan istəyən varsa sən yayına gəlsin soruşsun. O qız kimdir? O, Getmir ben gecdi də da iş qurtarmadı. Getsin o. işçi deyil o. Hə, ama kimin sevgilisi də? Hani, Ay yaxşı xeyirli işləriniz olsun inşallah. Ay. Xeyirli işlərin olsun, satılsın inşallah parfümlərin. Vız gütmən o nəyini gitmən? Gütmür mü çay? Zırt mən özüm burada çay içərəm de işim gücüm yoktu. Bakıxanova basıp gedib Xatay'dan çay içəcəm. Elə zırt. Ya bunda sevgilisi var kız. Allah kahretmesin ya. Az kapıya gidirəm çiftler gelir. Ara gidirəm hamının sevgilisi var. Bedelelünk mi ya? Gerçekten.
Sıkılıyorum. Allah kahretmesin. Kız ne diyeceğim? Bu aralar neye dadanmışam? Fanta'nın narlısına. Hii, Niko bir yudum ver içim ne olur ay bacı. Fanta'nın narlısına dadanmışam. Oy ne güzeldi, o ne güzeldi. İlahi perverdigar. İçenler biler. Fanta'nın narlı versiyonu. Yazdılar. Merhaba. Merhabalar. Nasılsınız? İyisiz? İyiyiz. Çok teşekkür ederiz. Ay dur pek atayım. Tabii. Neredesiniz? Ne yapıyorsunuz? İyi misiniz? İyiyim, evdeyim. Sizi gördük ekstra güzel olduk, iyi olduk. Bir tane bir dur. Ya Allah'ın acıları isteyip ha. Aha. Ha, tamam kabul ettik. Nasılsınız? İyi misiniz? Nereden katılıyorsunuz? Ne güzel Bakü'den siz. Bakü'den. Maşallah. Bakü'ye selam olsun. Aleyküm selam. Nerelisiniz? Biz Hollanda'da yaşıyoruz. Abla, kardeşsiniz. Biz bu yayın arkadaşıyız. Bir sürekli yayın yapıyoruz birlikte. Chat yayını tıklayın. Ha, Aynen. orada kalıyorsunuz. Sizler ne işle meşgulsünüz? Neler yapıyorsunuz? İş başındayım. Yayıncılık yapıyorsunuz. Maşallah Evet. ne kadar güzel. Çok iyi. Daha önceden bir iş yapıyor musunuz yoksa farklı sadece... Yapıyordum. Onu diyemem burada. Ha onu diyemezsiniz. İsminiz neydi bu arada? Basur. Ne? Bir daha söyler misin? Şaka yapıyorum. Velizar deli gider. Az önce söylediğini bir daha söyler misin lütfen? Basur. Gel buraya. Gel buraya. Tamam bırak bir dakika. Ay onun da mı adı Basur? Yok. Ay, yoksa Chat gördünüz mü chat? Kız onun da mı adı Basur yoksa Basurlu musun? Yok Basurlu değilim ben. Adın mı Basur? Yok ya adım Havler. Peki niye güldü bu arkadaşın sana? Ne bileyim. Bugün bir video çekti. Bekle Bir ipnelik yaptı o yüzden. Basur. Boylar kaç? Benim boyum 1.83. Bu arkadaşınki de 1.80. Ve Maşallah. Aynen isimlerimiz de benimki Roni, arkadaşınki Abdülkadir. Havler. Aslen harelisiniz aslen? Aslen. Diyarbakır. Ha ay kurmancı zanım. Zanım çavanız zanım. Geçer de. Ben Kürtçe çok bilirim ama az. Anlıyor musun peki? Sana söylesem anlar mısın? Mesela bak ben bildiğim cümleleri söyleyeyim mi? Abi. Kurmancı zanım, kuzekere, mıdıten yok, kuzreş, kırımı buke, sonra eziçeba ve tennim, ciya tennim, cıka tennim. Sadece bu kadar biliyorum. Başka Maşallah efendi hiçbir şey bilmiyorsunuz sizden. Abi, başka hiçbir şey bu kadar. 9 tane şey biliyorum. Tek bir şey unutmuşsunuz. Bunu da ekler misiniz lütfen? Hangisi? Poşesti tanem. Boş sesi tennim. O internimi biliyorum Bu- da poş neydi? Bak bu bize özel bir söz. Yani bizim chat biliyor ve biz de Evet. biliyoruz. Onun için bu bize özel bir poşesti tanem. Bu ne demek? Yani senin enseni tanem. Ten. Evet. Bizde de buna başka bir şey diyorlar. Ne diyorlar? Ne diyorlar? Ay onu ben diyemem şimdi yayında da siz rahat konuşabiliyorsunuz. Allah kahretmesin ki biz Hayır ben de Bak- rahat konuşamıyorum. Benim şu anki bu sayfam Türkiye'ye bağlı. Ya hayır ben şimdi sayfadan değil. Ya Allah kahretmesin. Bana bak Sakin ol lütfen. gelsinler chatine yazsınlar nedir. P ile başlıyor da onu diyemiyorum. Yazıyorlar zaten. Sus ama sessiz söylemeyin. Susun Allah aşkına. Tamam chat sakin ol. Siz sessiz söylemeyin. O şeydir. Ha bizde de öyle diyorlar hani. Abi senin chat komple buraya geldi. Bendekiler öyle. Nasılsınız? İşler güçler ne iş yaparsınız? Kız yakışıklı çocuk. Çok teşekkür ederiz. Ben hırsızım. Hırsızsın. Belli. O arkadaki. Bu da benim elemanım. Ben onun patronuyum. Benim patronum. Böyle bir durum var bizde. Biz ne hırsızlığını yapıyorsun biliyor musun? Kalp hırsızlığı. Hayır. Oo. Eşek, kedi, köpek, hayvanlar çalıyoruz biz aslında. Sizin hayvanınız var mı? Nasıl yani hayvan çalıyorsun ya? Hayvan çalıyoruz. Kedi, köpek, eşek. Özellikle eşek çalıyoruz. Niye? Çünkü eşekler daha değerli. Bir dakika vereyim. Tamam boş ver. Ben sana Tamam söyleyeyim. ben sadece beni anlat. Beni. Bana anlat. Bunlar ne kadar yoklukta eşeğe kadar düşmüşler. Yoklukta. Bu da adıyla ilgili yapıyor. Allah kahretmesin bizimkiler de vardı. O vakti koyun Ben- falan. Ay bunlar. Ben hayatında bir şey yapmak isterdin. Ne yapardın? Ne yapardın? Diyemem ki. Niye? Maşallah Ben ben özelden yazarım. Ama özelden olmaz. Bir şey demek istiyorum ama diyemem burada. Sana özelden yazarım. Çok teşekkür ederim özel gördüğün için. Ne gidiyorsunuz? Oğlum sus lan. Devam et. Arkadaşın da dur ya. Burcu ne?
Tahmin etme şansın var mı? Koç. Hayır. Aslan. Ha, aslan. Aynen senin? Terazi. Terazi. Benimki ikiler. Hı? İkizler. İkizler. Sen çok kötü bir konuşun var. Ay ikizler çok konuşur. Ben konuşmuyorum. Konuşmayı bilmiyor. Konuşmayı bilecek. Türkiye'ye gidip geliyor musunuz? Türkiye'ye gidip geliyoruz ama şimdi değil. Çünkü daha yeni geldik. Aynen. Çok memnun oldum o zaman gideyim. Ha. Gideceksin mi? Tamam gideyim. sen bilirsin. Keyfin sen bilirsin. Nasıl istersen. Yetmez mi? Yani istersen bir PK'da yapabiliriz ama gitmek istiyorsan sen bilirsin. Bence bugünlük yeter. Tamam. Ama Keyfin. istersen yeniden atarız bir gün. Tamam o zaman ben sana istek atıyorum. Olur mu? Tamam ben de sana atıyorum. Çok teşekkür ederim. Sağ ol Hadi dikkat canım. et. Chatine selam olsun. Görüşürüz. Sağ ol sana da Allah'a hayatım. emanet. Eyvallah. Bay bay. Aslındaki şahlanıydı. Ya. Değil mi kız? Tatlı şiriniydi. Bir de gülüşü pisiydi. Öyle bir kişinin yer gülenler. İskelet insanlara. Ne var kız? Mükremin'in kocası. Aa ünlüymüş lan. Ne var kız? Eskortlar. Ünlü geldi. Mükremin geldi. Mükremin gezgin geldi. Ay mükremine kırır olsun ağzınıza. Ne var? Abla seni ilk defa görüyorum. Mükremin gezgin var ya. Baksana taktisayla. Mavi tiki bile var. Kız dur çarpıldım. Ha, alo ha? Mükremin. Geliyor mu kız sesim? Geliyor. Yine baga düştü. Allah sizin belanızı vermesin. Baga düşürdünüz. Az yine baga düştü. Niko. Ay dostlar ben buna ne gayrım bu TikTok'a ya. Mesela arkadan zevk gelir bana. Ay Allah kahretmesin. Arkadan gidip gelende chat yoka çıkır. Allah belanı versin TikTok. Bu aralar Ha. bir canlıya bakırdım gördüm. Ne kayıtlarımı atabiləm kayıt səhifələrine. Bak yine chat'i görmürəm Niko ya. Yine yayın açın bağlayayım. Allah kahretmesin be. Yo beni değil. Sen chat yayını açıp bağlama. Ben sen burada ne deyim. Az öyle şey olur. O chat'i okuyanmır sanki. He ama buna bak ay aşkım görmürəm axı chat'i. Ben görürüm. Gerek görüm Allah haqqı chat'te heç yazı görmürəm. Yayını açın bağlayayım. Az ay Allah kahretmesin. Mənə bak tez takip eləyin. Takip edin, follow me. Takip edin, buradan takibi tezden açıram. Ama siz Allah açıram ha. Tez gelin, geldiğiniz kimi ekrana basın. Darattı bu benim bu. Yenilenme gelip TikTok'a. Gelmeyip ama Apple Store'dan gelmeyip. Takip edin, tezden açıram yani. İndi açıram, 2 saniye açıram, yenileyim. Gelir, ekrana basın. İndi görürəm, bak chatim. Niye bu TikTok'ta böyle bir şey sizin de başınıza gelir mi? Kısa arada böyle buglar maglar. Niye bağlandı ne bileyim. Ay, rahmim daraldı. Ne ki şey ekran tıklaman falan 10 milyona yakınlık kahretmesin. Az ekrana basın az. Bastığınız parmağı emcüklüyüm. Zehra. Yenilenme gelip gene Apple Store'dan yenileyim ay bacı. Yenileyim bir poka yaramır. Alo. Nasıl Zahra? Ay Revan. Ya bu Revan kimdi bir tane gir görüm Niko. Ya Revan. Çalal. Alo. Ahmet. Ne karsan ay Ahmet. Bak sey oğlu sey içimi sen geleme. Evet. Hay Allah'ın ceza sesi değil. Az görünmür bende görünür Ahmet. Yok. Bende görünmür kamerası. Bende de yok. Sende de görünmür. Hay. Ağacım sağ ol. Bir tane gir görüm o şeye Zeynal'a. Zeynep yoksa Revan'da. Revan'ıydı neydi mən hediye atan oğlan. Neyse uzaktan yaraşıqlıdır. Bakın. Ben çorba istiyorum. İyi kısala. Yoklukta gider. Rüyacım teşekkürler. Yani wow bir şey değilsin ama yani Alo. Salam. Salam. Neden şekerim? Aa sağ ol. Şirin çayı. Yaxşı olsun. Yanındakini gör tanıyırsan. Bakın. Görsən Allah aşkına. Yo, mən tanıyır bu. Ay sen dolandırıcı. Ay. Allah'ım dolandırıcı seylelüğünü. Ki parfüm verir. Şey bana üzüğü alırdı Allah'ın aşkına. Son niye geldi? Bir danışım. Beliza.
Velizar ne haber Velizar amcan? Ne güzel şekilde ilan. Neyse Pipizar. Ben hayatımda böyle bir güzel şey. Aa Pipi. Pipi. Karaya. Velizar. Ne tersen? Tamam. Neçə yaşın var? 18. Kameranı aç da danışaq bir qurban. Ya bak kameramı neyse bana neyse benim kameram. Belə görmürsən. Yox, kameranı aç danışaq da birisi. Velizar ne bayı söz sorsun senden. Sen həqiqi zarafası yaxşı adamsan. Yaxşı ki dedim, çox sağ ol. İnan sən bu məni övməyin, yəni gerçəkten. Bana niye belə danışsan? Sağ ol, yaxşı ki dedin, yəni sən deməsəydin bilmirdim. Bak səni burada tərifləyirəm anamıza nəmi? Ay Allah razı olsun. Katya'ya Çok oradan yaxşı. salam denən sabunçudan Katya'ya salam. Sabunçudan Katya'ya salam deyir. Xətaydan da sana salam. Canımsan. Elə sənə də salam. Birinci sən qısqansan Katyanı. Arada bir vaxt olanda. Katya'ya buradan nə istəyəndə qısqansan. İndi danışaq. Haralısınız? Ağdamdı. Hardan biz. Allahu ekber. Ad günümdə veriz abi gün. Ad günümdü. Ha. Rahim cırılaydı o Rahim o gün. Bak niyə söyürsən məni? Dövmürəm ki Allah kahretmesin. O günü Allah kahretmesin. Daş yağaydı. Mən nə ağladımsa? Neçə yaşın oldu? 19. Veya 18 idim. Ağdamın üzü qarası. Ağdamın üzü qarası sənin nəslin ola bilər. Ay xanım. Sana mı deyirlər? Elə demə, nervilənmə, ola bilər. Nə canım sana Reza. Harda? Yo başda. Akita. Bu yatak otağı değil mi? Ha yataq otağıdır. Güzeldi ama Qəşəng. yatağın. Qəşəng elə. Geçekti ha. Ha canımsan. Sarımsak oldu. Harda qalsan Reza sən? Ben Akseher tərəf. Allah'ın dostum inanmırdım da sən bu. İdi kameranı açaydın danışardıq. Allah'ın dostum saçımı indiymişəm. Nə gündədir? Yaxşı. Onda deyə öpüm de gedim. Ha heç nə öpürəm. Danışarıq da onda müsait oldu. PK ataq getdi olar. Yaxşı gözəl. Salam aleyküm. Aleykümselam, hoş geldiniz. Necə söz? Elhamdülillah, sizi gördük. Gerçekten çok güzel olduk. Sizə çatmaq da izləyirik. Hoş verin, söhbət edək. Haralısınız? Mən Rusiyada qalıram, özüm Sumqayıtdanam. Orada kalırsınız. Harada kalırsınız? Dilarə. Ay Dilarə. Dilarə. Həyat yoldaşınızdı? Evet, yoldaşınızdı. Hə, uşaq şey deyir, dedim bir şey eləsin də uşaq. O da sizə həmişə sizə baxır ha. Ay canım sana. Rusya'da kalırsınız. Mən Rusiyadayım ha. Arası? Elə bir Kazan tərəfdə, Moskvadan 1000 kilometr. Ne iş görsünüz? İşləyirik də indi. Orada, burada. Anladım. Vasıflarımdan alver işidir də. Bizdə. O yazık Dilara. Yazık o Dilara yazık. Yetim Dilara'nın rahmi çürüğünde evin içinde. Yetim o kadar hayattan bezif ki kişi 5 kere Dilara dedi. Arvat ses çıkaramıyor. Yetim ay yazık yazık Dilara. Dualarım seninledir kız. Ne geleteledin Rusya diye gittin Rusya'nın kendine. Bedbaht kızı. Kazak'ın kendinde kalırdın da. Rusya diye seni götürdü. Bir baktın Moskova değil. Uçgal bir kent. Değil mi Dilara? Rahmin çürüsün ay Dilara. Rahmin çartlasın Dilara. Gör Dilara'nın nefer ruhu emri bey bu kişiyle. Daraldım kısmen 3 dakika 2 dakikada daralttı. Gör Dilara neler çekildi. Oh. Ne sıkıcı insanlar kız. Ay enerjisiz insanlardan. Kız gerçekten nelerdi ha. Mesela sizde de mi? Mesela şimdi ay enerjili insanda oturup danışanda da mı bir enerji gelir. Kız enerjisiz insanda adamın rahmi daralır ay o. Hay bir enerjim çökür çürüyor. Revancım çok teşekkür ederim. Kız sıralamanın neyine bakın. İşte 23. sıradayım kız. Maşallah. Canım. Allah'ım bir yavrusu düştü. Canım benim canım ne güzel oğlansın ömrü tanıştık sana be. 23. sıradayım kız ne güzel.
Aa, bugünü 22. 23. sırada tutardık. Min bereketo. Min bereketo değil mi Niko? Alo. Salam. Salam, Namazona. Namazova. Namazova. Necəsiz? Yaxşıyım, sağ ol. Yerli, sən nə tərsən? Sağ olun. Yedi dedim, bunları tutub çırasım gəlir. Hara şəmkirlisiniz? Yes. Oradan adan olmuşsunuz? Şəmkirdən olmuşam ha. Ben oradan adan olmamışım. Yerlim değilsen. Şəmkirlisənsə mən də Şəmkirliyəm. Ay hanım, benim haram şəmkirlidir. Nenem oralıdır ya. Nə olsun ki, orada sayılır da. Ay, yani beğenmediğimden değil. Ne pok yedim. Az nenem oralı. Hayatımda 5 defa gitmişim. Əsas oturma Şəmkirlisən. Geldik hanım. Bir dakika gözde kız rahatsız etme moduna koyayım. 2-3 tane arzen gelir gözde. Aha. Haralısınız? Şəmkirliyəm, Məliza. Ay, bak işte kız yeni şey 10 defa sual veririm. Balık havuzluyam. Harada kalırsan? Gəncədə. Gəncədə. Bəli. Harası kız? Gəncədə yaşayıram da. Gəncədə o merkeze yakınsan. Azərtifakda qaldım, bəli. He, mama, papa, ailenle. Yox, tək qaldım. Gəncədə ne yaxşı? Nəm qaldım da orada, tək qaldım. Ailəm yoxdur. Neçə yaşın var? 27. Ha, ne iş görürsən? Ətir düşanda işləyirdim. Gəncədə. Hə. İndi? İndi boşluqdur. Neçə idi işləmirsən ətirdə? Təzəlikcə işləmirəm. Ay, kiradı evin? Hə? Ay canım, evin kiradı deyirəm. Bir təri. Bir təhəri nə kız, kiradı ya öz evində? Öz evim deyil, yox, kirədir. Aylıq nə qədər verirsən? 430 manat. Hay maş, Gəncədə. Yes. Kız 430 manatı Gəncədə kira. Hətta Azərtifakda qaldım. Ölürəm, neçə artı bir də ora? Yaxşı yerdə qaldım ona görə. Aa, kız Gəncədə yer rayon, ay, şəhərimizdə də, ha, orada şəkil. Aha, gözəl qızsan. Sağ ol, təşəkkür edirəm. Boyun neçədir? Boyum 1.60. Ha, gerçekten mi kız? Hı. Böyle uzun boy okşursan. Yo, belə. Bakın. Hemen de kalktım ben demeden görürsünüz. Ay, güzel kızsın kız, bakın. Bax. Biraz öyle bir kamaz vurup ama yaxşıdır. Nə kamazı? Ne güzel kız, gerçek kız ama güzel. Sevgilin falan var mı? Yoxdur, Vəlizar, təkəm. Yoxdur sevgilim. Adın nedir? Ayşən. Ayşen. Aman. Tek kalırsan, refikan falan yoktu. Var, rəfiqəm, sadəcə tək qalıram. Ha, refikanla gelip gelirsiniz. Az bəs. Ay, bir de itin var. Nəyim var? İtin. Yo, pişikdir. Ürəyim pişik. Güzel kızdı değil mi Nikam? Şarkıya falan gelip gelirsen mi kız? Tercih edirəm. Bir dənə də Şəmkirdə nənəm var, yanına gedib gəldim. Harasına? Özüdür, rayon özüdür. Anan atan anı? Rusiyada. Atam yoxdur. Allah rahmet. Ölməyib də var, rəhmət deyil. Yaşayan öyle, bizimki gibi. Hə. Ve pulardan gelirinde işlemirsen. TikTok'tan. Arada bir də indi oradan buradan mamam kömək istədi eləyir, sağ olsun. Bir aya. Hı. Sevgilin de yoktu. Ay, stüdyomuza zevk gelip değiller, bu evvel evli olur. Hə, olmuşam, ayrılmışam. Uşağın var. Ha. Deyirəm, benim chat de dedektifsiniz kız, Allah hakkı. Müge alnını keçifsiniz. Siz hardan bildiniz bu evli de? Aha, evlenip boşanıbsan. Uşağın var. Yo, 18 yaşda evlənmişəm, boşanmışam. Neçə yaşında boşandın? 18. 18'de evlendin, 18'de boşandın. Niye evlendin, niye boşandın? Problemlər oldu. Neçə ay evde kaldın kız? 2 ay. 2 ay evde kaldın. Uşağın var. Yo, uşağım yoxdur. İndi neçə yaşın var idi? İndi oktyabrda 27 yaşım olur. Ana, bir defa evlendin. Tələzi bürcəyəm. Ha, belli. Oktyabr neçəsindən? Qızım, Ay, ben de onu kız biriyle yaşayan varıq. həqqi deyirsən? Bana kız 10-96. Oktyabrda Ay, sən. bağışla kız 96 dedim. 10-12 milliyəm. Sən ad günün nə vaxtdır? 10-10 deyirəm, deyir ad gününə vaxtı. Yox, oktyabrdadır. Az 10-10 nədir? 10-cu ayın 10-u. Hay Allah'ın cezası, oktyabrdı da, tərəziyəm, istəyirsən, atsan. Hə.
Sentyabrda olur, oktyabrda olur. Yoxsa hələ olmaz. Gizli bu. Az 10 nədir? Oktyabrın onu da. Sən də 9 deyirsən. Ay sağ ol. Deyəsən sən çaka çıqqı eləmək vaxtın gəlirsən. Başın gedib biraz. 10 2 milliyəm. Mən də 99-um. Ha, 1 yaş aramızda fərq var. Sən 1 yaş böyüksən. Bəli, sən böyük. Az 99 27 eləmir ki. Ay, indi 26 yaşım var da, 27 olacaqdı. Ata sənsən ya Allah haqqı. Niyə? Az 99 neçə eləyir? 26 eləyir də, 27 yaşım oktyabrda tamam olur. Hə, mən də 2 milliyəm. Sən məndən balacasan. 1 yaş sən məndən böyüksən. Hə. Gəncədə tanış-tunuşun var? Belə də, bir şey dənə. Tanışlar çıxır yayınında Gəncə, Şəmkir o tərəf. Olanda olur. Maman verir kirayı. Hə. Mən arada proqram çıxardıram da. Ne kadar çıkarsan günlük buradan? Əvvəl laf yaxşı oynayırdım. İndi sonra dayandırdım. İndi özüm üçün atıram. Gündəlik nə bilim 30 manat, 20 manat belə. Emin bereket. Molpex pulu. Güzel kızsan ama geçeysen. Sağ ol, sən də keçəksən. Kırsan arada Gəncədə gəzir edirsən. Gəncədə hara gedim ki, arada bir çıxıram. Gəncədə gəzməli haralar var kız? Heç sonra Gəncədə ancaq Hacıkənd falan. Park var, heydə az petrolun yanında park var, oraya git. Yox, getmişəm, amma belə tam böyük deyil də Gəncə. Bütün Şəmkirdi, Qazaqdı, Tovuzun, Ajləlöyün, Gədələrin hamısı yığışdığı yerdə park, oraya git kız. Mən Gəncəyə gedəndə orada dururam, həmişə biri salamlaşıram, oradayı öpçük atıram, gedirəm. Rahmimi daralttın, güzel kızsan, öpürəm kız sənin. Rahimini daraltdım, pis oldu. Canım sen, hoş Amma mənə xoş oldu səndən danışmaq, Ben de oynamaq. hoş oldu, kız zarafat elim, güzel kızsan. Ay hakikaten, Gəncədə gördüm en güzel. Canım arkadaşım, canım. Öpürəm kız sen. Canım sen, kara kızdı bu, kara kızdı. Kara kızdı, ay rahmim daralttı kız. Ay, ne sıkıcı kızım, canım. Ne oldu? Ha? Ne oldu? Oversight. Neydi kız? Overthink. Overthink saatim geldi. PK atalım mı? Ne oldu kız? Biri arkada bağırıyor. PK atalım mı? Davet gönderdim. Salam. Selam. Merhaba. Merhabalar. O arkadakinin rahmi yırtılıyor galiba. Kim o bağırıyor möhamö? Kim kız orada? Biri bağırıyor. Bir yardım etsenize kadına, belki başına bir iş geldi. Kadın orada bağırıyor kız. Kim o orada bağırıyor? Bir sesler geliyor. Allah'ın cezaları. Ne sıkıcıdılar. Kız bir şey diyeyim. Ben hiç 4 PK'ları falan gelebilmirəm. Bilirsiniz. Allah haqqı. Hiç elim aynada bicliyim yok da. Bak mesela bazı destekçiler mənə yazır ki, kız deyir Velizar girsən ya belə deyir yarışlara, PK'lara. Ay deyirəm rahmim daralır. Ne gayrım ben. Ay. Düşünsenize kız 4'lü PK falan. Oy ben daralaram Allah haqqı. Ay köynerim. Canım. Ne var ne yok? Sen yoxa çıxıb sen haralardasan? Darıxmışsın. Yok. İzləyirəm, görürəm elə darıxmamışdın. Başın qarışıq idi. Sen üstüne çok güller qoxladım ömrüm. Hiss elədim. Haralardasan sen yoksan? Uzaqlara köçmüşəm biraz. Təzə birisini tapdın, sömürdün, indi on pulu qutardı, təzədən girdin, təzə ablan. Aynen. Size bayılıram. Siz oğlanlar kızları keşifsiz. Allah hakkı halaldır. Bizim de işimiz... Ama bacarana can kurban. Görüntülü danışıram da öyləyim. Bir sən görüntülü danışanda qabağa gedir. Yo halaldır. Hakikaten siz oğlanlar kızları keşifsiniz. Maşallah halaldır. Özüne maşın falan aldırdın, elədin. Sonra pulu qutardı. Yallah. Senden oynayandan sonra düşərli oldu da. Senden oynayandan sonra
Görmedin ne Ya Allah ka elimi kime vururum maşını alır orasını düzeltir. Ama iş orasında sen vurmadın da elini vurmadın. Ay ne demeye çalışıyorsunuz? Həqiqətən əlini vurmadın. Uşaqlar ekranlara tıklayın zəhmət. Ah Bax, teze birini takipsen deyirəm də bu səni həyəcanlandıracağam. Bu səfər Almaniyadan gəlir qızım. Ay kördü diyen o leydi. Bəli. Ya bu uca qoca deyil. Yani sen gerçekten teze birini tapıp verem üstüme gelirsen. Bu uca qoca deyil. Bu uca qoca deyil. Az leydi de indi de taptığı. Allah kahretmesin leydi kız bu seni kullanıp atacak bir kenara. Bu senin pullarını yiyip ay leydi senin tursigin kalacak elinde Allah'ın cezası. Hardan da tapırsınız ben tapamıram bu 20 bin 30 bin neferin içinde Allah kahretmesin kız. Bu səfər oliqarxdır. Qız konkret oliqarxdır da, öyle mi? İndi görəcəyik yani qarxını. Sən deyəsə sözləşib gəlmişsən üstümə. Həyəcanlandır. Az ekrana basın az neyiniz var satın Allah aşkına. Uşaqlar, hamı ekranları tıklasın zəhmət olmasa. Mən elə Ay bilirsən 5x'lar çata şakür edirəm sağ olun. Elə bilirsən mən səni izləmirəm. Mən baxıram, sən mənə konkret xəyanət Ay Celal Got 5x'larcı açtı kız. Ay Celal bu kim daldı? 5 qat, 5 qat, 5 qat. Alo? Xəyanətkar. Lady niye aldın? Ha? Vəlizar. Axşamın Salam. salam. Necəsən? Sağ olun. Ay hanım körsünüz de yani o kadar yokluktasınız. Yox. Ay yani ay gerçekten mi kız Lady? Gerçəkdən Vəlizar. Ay ne bileyim yani bacım benim hiç mi Almanya'da tapmadın kız? Allah kahretmesin seni. Görürsən Velizar. Siz buradakilərə bir dəyər vermirsiniz. Senin sesin gelmir Muhammed. Bu Lady hanım aşağı at. Bilirəm, buradakilərə dəyər vermirsiniz. Görürsən Almaniyadan dəyər verirlər. He yaxşı aşağı at da sesin gelsin Allah'ın cezası. Vəlizar. Amma küsərəm. Ne var kız? Mən sizdən küsərəm, amma mən əslində sizin də takipçinizəm. Ama Sizi bana çox hediye sevirəm. atmırsan Lady görürüm. Atıram, bəzən gəlirəm. Ay demek ne kadar balaca atırsan ki hiç görmürüm Allah'ın. Ay Renat kocam. Ay canım çatar şu Necə, bir aklıyla. dənə göstər o tərəfə, bir dənə gücünü göstər o tərəfə. Nurlat o qədər də şey demədim. Ay Pericim az balaca bir. Bak Ay, ben yok. pek atanda bir tane leleğin hedi. Az dikkat edin ya 2 dakika. Ay Muhammed atsana bu kızın evladım yayından at onu. Gözlə bircə dəqiqə, Lady gözlə bircə dəqiqə. Tamam. Allah'ın cezası Lady. Yukarıda çıkıp özüne. Lady sənin bugün göməcək. Göməcək. Mən sənə Hayatım Lady ilə biraz xəyanət edirəm. mənə güçlü gelin. Mən sənə Lady ilə bugün xəyanət edirəm, Velizar. Güçlü gel. Bana güçlü gel hayatım. Gücünü göster. Bu ne böyle zırt. Mən çox dözdüm, çox belə şeylər Ben demişəm. adi tıklamayla seni geçirem Allah'ın cezası. Mənə bax görüm, o Hamlet kimdir sən Hamlet? Düz bir ay Hamletdən danışdın, neysən? O seni hiç ilgilendi. Benim sey dönemlerime denk geldi. Necə yəni, necə məni görəndə də belə baxırdın, Hamletə də elə Deyəndə baxırdın. sey duramıram. Oğlan görəndə Sən niyə duramıram. hamıya eyni gözdən baxırsan? Poponuzu kaldırıram sonra ağzıma sıçırsınız Allah'ın cezaları. Hiç biriniz artık bundan Vallahi sonra bizim merhamet birinci- yok. Bundan birinci sonra görəndə- hiçbir oğlana merhamet yok. Uşaqlar, Velizar mənə baxanda birinci belə baxırdı, Hamleti görəndə də belə baxdı. Artık hiçbirinize merhamet yok Allah'ın cezaları. Bana As- inancım bitti. Bu benim başımı karıştırır Allah aşkına. Ay Queen'cim. Seni boşadım canım ben. benim. Uşaqlar, Ay vurun çok uşaqlar. teşekkür ederim Queen'cim. Az öpürəm balaca böyünlük. Ay. Bunun bir dənə dərsi verilir. Allah kahretmesin Muhammed. Ay, Ay sen- canım senin jinkin çok teşekkür ederim kız. Sağ olun. Sənə aşkın gücünü göstərəcəm mən, Velizar. Çok sağ olun. Sizi yerim. 5x yine açtı. Ay Celal sen neler yapıyorsun tatlım. Vurdu, bir de 5 kat. 5 kat. 5 kat. Ay çok sağ olun kız dövün onu Beş dövün. kat. Dövün baba yadigarsızına vurun. Çok teşekkür ederim sağ olun. Hı? Aha, artırın kız Allah aşkına son dakika. İndi onu dondurduk mu ona geldi. İşte de başım çıktı. Sən bugün uduzatsan. Bugün uduzatsan uşaqlar yeni gəlirlər. Hamı ekranlar tıklasın. Çok teşekkür. Vurun uşaqlar. Ay son saniye atsanız o Son sayılır saniye. ki. Bu oyundan sonra məni sevəsən ürəyim. Ay son saniye atmayın da Allah'ın cezaları. Velizar bir dənə belə elə də. Aa! Oo! Ne oldu canım benim ne oldu? Hani ne oldu? pislik. Ne oldu? Ay gücün bu mu Allah'ın cezası? Ay ben de dedim neymiş şir falan mı atacak? Biz hele plansız geldik. Sen planla gelirsen
Dəstəkçiyə deyirsən ki, gedək Belizarı əzik biz yeriyə. Biz plansızıq. Mən heç bir dəstəkçiyə yazmıram ki, PK'ya girəcəm, gəl məni qoru. Allah'ın cezalar. Siz bir həftədən öncədən sözləşirsiniz. Mən plansız girə-girə səni yenirəm. Allah'ın çarpığı. İstəyirdim, xəyanətin bədəlini çəkdirməyini istəyirdim, alınmadı. Yenə də alınmadı, Allahın cəzası, alınmadı. Ay, asla. Az bir gün bilirsən nə eləmək istəyirəm. Bütün yayıncılarla belə cəzalı, bütün yayıncılarla bir dəfə PK'ya girip hamısını yemək istəyirəm. Havamız olmaz mı kız? Ay cezalama geçebilir, güçlü bir cezalı. Hamıyla girək, əzik büzü yeliyə çıxaq. Göndərəcəm, verirsən, göndərəcəm. Arabacım, hamısı dəstəkçisi ilə sözləşir. Mən yetim anlıq olur. Anlıq gəlirlər bunlar. Başa düşürsən, sözləşənmirəm. Hay, nə var? Məni görən kimi vurulurlar. Trabzon sevirlər məni. Gerçekten o vurulan kızın kör gözüne məndən yıkarım. Çok yoxluqda. Səni əzdim. Defol git o balaca. Defol git o balaca baba yadigarınla o lady, o da sen. Gidin orada. Makkaş vereceğim sana, bilirsen. Ya Allah'ın cezası. Çok teşekkür ederim. Çok sağ olun. Çok bile özümüzü yormadan kazandığımız bir pek oldu değil mi kız? Çok sağ olun gerçekten. Ay Gizemlicim çok sağ ol. Çok sağ ol. Katya nerededir? Katya. Kız gelsene bura. Salam Beyza. Salam. Nədə Aj niye kadar yakışık. Salam Melek. Salam. Necəsiz? Sağ olun. Yüzünüzü gösterin. Göstərim. Bak mesela bir şey diyeyim. Bu mahnıyla ne kadar kayıf alasan. Mesela bu mahnıyla kayıf alırlar. Gerçekten bayılırlar. Mesela bunlar diyesen karlığı falan var. Mesela böyle bir mahnıyla önce kayıfla oturup dinleyebilirsen. Tamam kimse musiki zevkine bir şey demiyorum ama mesela ne bileyim mesela oturasak bir mekanda Paul Nukod'dan bu mahnıyı ne diye dinleyesen. 21,000 Hi. Hi. How are you? I am fine. You? Where are you from? I am from Azerbaijan. You? Algeria. Algeria. How old are you? Habla español? How old are you? How old are you? 100. 100. I am 21,000 شو I am 20. خوتي 21,000 سي yes Ben özüm bizimkilerle danışamıram. Seninle neter danışım. Bedbak oğlu bedbak. Niye Allah'ın cezası seni. Bunun neter 900 takipçisi var. Bunun 900 takipçisi var. Zırt ile 900 takipçi botlardan zırlayıp. Benimki samsı dogal. Sen ne varsan otaqda? Alo? Maşallah. Aşkım ben sana sabah sürprizim var idi. Aynen sürprizi kız. Bize de var. Kim? Alo? Ha dostundu. Katya ile nereden dostunuz? Arada gelip hediye atıram seni. Şehlacım deyirsən. He? Ne geçen trende uygun giymişsən. Bu ilin trendidir kırmızı renk. Ne güzel. Gerçi tangam da kırmızıdır. Çok geçen yaraşır. Sağ olun. Deniz mühteşem. Katya Şehla Hanım. arıqlıyı. Yok. Oligark kızı oxşuyursan. Yok. John Taşı. Arapsınız. Naxçıvanlı. John'ludur. Ne iş görürsünüz elə? Balaca çıkılı böyle işimiz var. Aile biznesi balaca. Balaca aile biznesinizi yiyin. Kardeşimindir. Canım Allah kardeşine can sağlığı versin. Arıyorum. Canım atan ne iş? Rəhmətə gedib. Oy Allah yeri cennet olsun. Allah rahmet eylesin atana. Ananla kalırsan elə mi? Yox, tək qalıram qızımla. Ay canım Allah kızına can sağlığı. Erin anı? Ürəyə gedir sənin üçün. Ürəyə gedir. Erin mi? 9 il əvvəl bir dənə belə təpi ilə vurdum getdi. Yaşayan ölü. Hə. Neçə yaşın var kız? Feride. Hayır. Feride Rahmi Geride. Çok sağ ol. 6. 36 yaşın var. Boyun neçədir kız? 1.68. Niye Allah'ın cezası? Ama güzel kızsan. Çox sağ ol, çox sağ ol. Bak bellidir ki bu kıza salam 1000 manattan başlıyor. Yani çok oligarksan. Hakikaten.
Az ona göre tapanmırıq. Uzaqdan baxanda egolu görünürük. Bax indi sən deyək mən kişi xeylağıyam. Kafedəyik, sən də uzaqdan kişi oliqarx geyinib oturubsan. İndi məsələn mən qorxaram sənə salamla verməyə. Çünki bilirəm ki, bunun elə aylıq makyaj gedərləri bir 2000, 3000, 5000 manat arasıdır. Bunun paltarıdır, tanqasıdır, osudur, busudur. Bayağı gedərdi. Mən yetim. Halbuki bir dənə gülə möhtacıq, eləmi Şəhla? Mən bilmirəm deyirəm. Mən yetim oturub acı söhbət edirəm. Halbuki bir dənə gül alıb belə ləlöyün kimi masana qoysa, halbuki hə deyərsən. Amma digər uzaqdan egolu görünürük. Ona görə bəzən deyirəm ki, qızlar çox estetik eləməyə də, çox belə kaliteli görünməyə də lazım deyil. Hafif biraz varoş görünmək lazımdır ki, oğlanlar desin ki, onsuz da bu bir dənə şeyə də hə deyəcək. Elə olmaq yaxşı deyil. Ondan sonra elə belə olmaq yaxşıdır. Mənə bir dənə nar suyu ver, Rahmin daraldı. Nə olar Niko, qurban olum. Mən daraltdım. Yox qız. Biz bu sənin üçün ölüyoruz. Mənə nə sürpriz verəcək? Sən hə? Nə qız? Ay sevmirəm bu qızılı, Allah haqqı. Yəni istəyirəm deməkdir də o. Ay canım sən kız. Valla bir şey deyeyim mi? Porsche'un açarını falan vermək istəyirəm. İstəmirəm. Canım sən bu qədər böyük hədiyyəyi qəbul edə bilmərəm. Sabah gələndə baxarsın. Əslində bu gün gələcəkdi, hə. Sabah Nə qız Allah aşkına nədir? Bilmirəm. Sürpriz deyilir. Yəni belə paltarımsıdır, geyiniləsidir, yeyiləsidir. Hər şey ola bilər. Surprise. Yəni bahalı oliqarx bir şeydir, John-John'udur. Nədir qız görən? Şəhla elə belə qız deyil, onun hədiyyəsi elə belə olsun. Niko ilə biz ilk dəfə bir ad günündə, mən ayaqüstü gəlib ad günündə təbrik edib getmişəm. Orada tanış olmuşuq. Qız evin neçə artı, neçə otaqdır evin? 3 otaq. Öz evində. Harası, Bakınaz tərəfi? City Garden var, Nərimanov. Orada. Maşallah, oliqarxsan canım arkadaşım. Sevirəm qız, sən nə də gözəlsən. Nə deyirsən? Ne de güzeldi, saçları ne de güzeldi. Ay oğlum ben güzelim. Ben yerim kız. Allah o güzel kalbinin güzelliğini yüzüne verip canım bacım. Estetik de var. Zaten. Hiç bilinmez. Dərisi estetik nə? Asla. Hakikaten bile o kadar güzel hanımsan ki. Aslında ne 72 yemeğine varım. Canımsan. Güzel kızsan. Kız bana bak çaka çıkın falan Kepkalar da var. sevirsən, görmüşəm. Qəşəng Çaka kepkalar falan var. Çaka çıkın falan var. Yo, heç kim yoxdur. Sevgilin de yoktu. Deyəm Niko. Niko var mı yok? Niko'dan soruş, bilir, yoxdur. Niko. O şey qız deyə təzə gedib. Hara getmiş? Məşədiyə getmişlər. Meşede ne kız? Onu qoy qırağa, hə. Kərbalaya heç nə, getim qayıtım o heç. Həcce gitmişti. Kerbala nedir kız? Ha, Həcce. Ana arka dindar kasan. Yox, Hay. normal insan. Dindar kaza deyiləm. Güzel kız sen. Sən də çox qəşəngsən. Ama böyle temizsen. Belli ki Victoria's Secret kokursan. Mesela bak, müjganla pek atsam bir margarin yağı iyilenir. Mesela uzaktan bakırsak dersek bu margarin motor yağı olur, motorun yağı. O iyi gelir. Ama mesela bu kıza bakırsan ki uzaktan bir 5 kilometreden bunun o parfümünün kokusu burnun deliğini götürer. Değil mi? Yaxşı parfüm də hədiyyə edəcəm gələcək zamanlarda baxarsan zövqümə. Gerçekten mi? Canım arkadaşım. Gedəndə arxanca hamı belə gələcək ki, burnuna belə. Bak deli oturağız. Ay canım arkadaşım. Bu həftə olar 6-cı gün. Olar aşkım sen ne bak sizin gün görüşü ömrüm. Yaxşı. Canım. Yazacağım Niko sənə. Yaz kız yaz görüntülü falan danışar. Xoş əyləşsin. Canım sen arkadaşım. Oldu Xuzey? Arkadaş. Oğlum çoktan kız kohumum sen. Canım sen halam kızısan, bibimsen, üşüsen ben kohumum sen. Ay aşkım anam adam dedem. Canım sen. Bütün pullular benim kohumumdu. Canım sen kız. Canımsın. Çok sağ olun. Öpürüm ömrüm. Ay oligarklara kurban. Sağ ol. Allah bütün oligarklara can sağlığı versin. Amin. Mənə hədiyyə atan oligarklara. Ha, yəni mənə oligark olub cimri olan oligarkların ağzına Allahın cəzaları. Amma belə pullu olub mənə hədiyyə atanlara Allah can sağlığı versin. Ay, amin. Kızlar bu ütüyü almıştım bakın. Dur getir kız. Getirin. Ay kızlar. Ay Philips Allah cezanı versin. 20.000 neferin içinde sen reklam edeceğim. Ay kızlar. Allah hakkı öz pulumdan aldım. 500 manata 50 manata kızıl emanet verdi. 550 manata Baku Elektronik'ten aldım. Bir dənə ütülüyürsən, bax belə əyrim büyürüm deyək ki, ərinizin baba yadigarı əzilib büzülüb. Bir dənə belə puxarı fırt eləyir gedir. Bir qəşəkli qızlar sizə tavsiyə edirəm. Bir ütüdür, oğlanlar yəni eləyən oğlanlar. Baha değil aşkım ağarım. Buharlı ütüdür. Ev sahibinin Allah draklı. Az bir de ev sahibinin o draklı ütüsünü getir. Sen canın getir o ev sahibini cırıq eləyim. Dünən bana yazıb ki 2 ayın kirasını atsana. O 2 ay. Sen. Ne oldu kız? Sen ne köyle oturup koymuşsan yatağımın üstüne, onun içine bütün suda bütün yatağımın içine yayılıp.
Ay bilmedim tatlım. Körsa. Görmedim. Körsa. Var mı bana? Ya körsa. Kız bakın. Kızlar. Bak burada bunun rahim temizleyici yeri var. Rahmi diye kirlendi. Bunu açırsan, rahmini temizleyirsen istifade edeyen var mı? Tavsiye ederim. Tavsiye ederim. Çok güzeldi. Yanmır. Koyursan bile kız basılı koyursan yanmır. Sönür. Otomatik sönür. Avto. Mesela bir de diye yadından çıktı paltanın üstünde kaldı. Az yanmır Allah hakkı. İstediğin otomatik mesela diye koftada otomatik onun derecesini alır. Çok şeydi. 3 günde araştıran ben geçi yutuğaz diye bunu seçtim. Bir de durakleti getirsen canım. Get onu ev sahibiye ben dene onu şeyleyip ev sahibine getir. Ev sahibi Allah belanı versin. Bunu özümle götüreceğim. Hala gitsem özümle götüreceğim bunu. Paltar yuyan da yoktu. Paltar yuyan kilitledim. Bak bir de onu göster Niko. Bak Allah aşkına duraklete bak. Göster. Bak. Niko tatlım. Bir tane bunu gör. Az yok bir de buradan beni göster. Allah aşkına gel buradan. Ben çek bir. Bak. Paltar yanıp draklet. Bak içinde çürüyüp paltar çürüyüp. Göster bak. Açıl. Ev sahibi açılmış. Seni görüp seni buna sokup seni orada çürüteceğim. Allah'ın belası ev sahibi. Açıl. Kız açıldı ya. At Allah'a küçkünde açılmır. Abrakadabra. Ay ev sahibi Allah'ın belası. Gör kokmur. Az iyilenir. Cadu mu elədi, nə qayırdı, qorxmuş. Buna bak, bu da yaxşı işləmiş. İndi açıyor yeni açılır. Açıldı kız, nətər oldu kız? Ne bileyim. Allah güç. Sehir elədi. Sen bunu az kala qırasan. Ha. Neyse, kız biyabır oldu. Bu da o ütüdü göster. Bu da drakli tütüdü, pox. Uy altıda Altına bakar. bak, Az aymunum diye. Nənəmin şeyini oxşuyur, rahmini oxşuyur, kömürləşmiş. Bu drakletin sana geçsin. Allah'ın cezası da ben bu evine gayrı bilmem. Bir tane de çamaşır paltaryon hardan tapak kız. Bir tane de bu eve paltaryon alsaydı. Bu kime? Hansı? O benim kızlık dönemimden kalmadı. Buna bakın kız. Yadınıza düşür bu. Kış gelse de giyinse böyle seksi şeyler. Değil mi kız? Giy hadi bakalım. Bir giyse de. Yok kızım giyinemem ben. Canım sen yavru oldum kız ver telefonu. Ay canım. Katı bir boydan göster kendini. Tatlım benim çok güzelsin. Bir yavru oldum kız o açıl burada neler açıldı Niko bak kahretmedik. Ay. Cavdu elədi Allah haqqı ev sahibi cavdu elədi. Kız anamın üstüne andı çirem açılmırdı. 3 günde elimiz kırılmıştı. Allah'ın olsun açılmırdı. Kız Niko onu tezden başladı. Çürüdü o paltarı. Ben onu bence gece tezden koşmuştum ki indi iyilenmir. He. Az açılmırdı o neler açıldı. Adam diye bir işi ola. Sübut elemeye bir... Sübut eləyənmədim. İndi bax indi adam ev kayıt izleyecek Mehmet açıldı ya. Yandım yakıldım az. Leyla'cığım teşekkürler. Neyse bu ütü geçecekti kızlar. Tavsiye edirəm. Philips'in Philips 800 Seria Azur. Belədir adı. Tavsiye edirəm. Alın. Bunun bir de buxarlı ünite versiyonu var ama bu en güzeli budur. Allah bir de fırt eləyir açılır. Öz pulumla aldım. Reklam falan değil. Yani hani tavsiye edirəm size evdar hanımlar. İyilənmişlərinizin falan tursigini yuyun ayarların. Ya Leyla'cığım sağ ol. Ay haber şovu çok sağ ol hayatım. Yazık Revan. Haber şovu Leyla değil. Aysel yetim paylaştı. He. Revandı karalandı. Aysel az Allah kahretmesin. Ne oldu senden sonra oldu ha? Paylaştık Velizar'dan görüştü diye bütün Azerbaycan ondan danıştı. Cinsi azlığı kabağa koyuldu. Yok ne Bilet alıp yedirmişəm. Kime ne? Tutsun ben indi ben beləyəm diye ben tutsun qabaqdan dalam atsın. Pulumu vermişəm, hamıdan önce almışam bileti. Qabaqda otururam. Buyurun vallahi. İnsanın kafayı. Yo, ben Azerbaycan değilim, ben Marslıyam. Ben Jupiterliyim, ben konserte gitməməliyəm, çölə getməməliyəm. Elə evin içində Mıx Məmməd kimi evin içində qalmalıyam. Belə bir dənə ya da ölməliyəm. Yo ben uzaylı Jüpiter'den falan geldim. Ben hiçbir konserte falan gitməməliyəm. Gətdi qadağan elə yerlərdən. İnsan mənə salam verib diye. Yok. Bana salam da veremezler. O ne demekti? Boş ne? Cahil düşünceleri çıkardın artık. Az ev turu deyirsiniz. Ev elə bir 3. Dünya Savaş'ta ay bacı. Yok ev turu bugün ya. Bu temizlik çağırakta da. Rəqsane kimi. Rəqsane kimi məndə. Yemək pişirən axtarıram. Paltarları qartlayan axtarıram. Hər gün evləri silsin, axtarıram. Mənə bağlı olsun. 7-24 saat mənim yanımda qalsın. Mənlə otursun, mən deyənlə qalxsın, mən deyənlə otursun. Yatsın, qalxsın. Aylıqda 600 manat.
Ama da qıydı. Nerəksə. Qıydı rəqsənə, hə? Günən aylığa nə qədər verir? Ev işə putsama da gedərəm. Qız rəqiş gəlib mi? Aylığa nə qədər verirsən? Ay sen bilər. Yox, indi mənim maraqda. Qız ay sən bilərsən, xəbər şo. İndi bu qədər şey istəyir də Rəqsənə xanım. Bu qədər indi istəyir ki, mənə belə ev təmizliyi falan. Günən aylığı nə qədər verir? İş maaşını demədi, eləmi? Ona uzaq başı bir 2000-3000 manat istəyərlər. Ay abart. Nə? Aşkım düşün sənin hər gün yeməyini bişirəcək. Yeməyini bişirir, evini təmizləyir, ütülərini ütüyür. Sən elə bir Evdəli villadır. bir də villadasan. Allahın Mən cəzası bir nəfər istəmirəm. bizim kimi bir salon, 2 otaq olsa cəhənnəm bap balaca. Sən villada qalırsan, tək adam bütün günü 7-24 saat. Bir də ki neçə uşaq var orada. Qız aylığı təbii ki bahalı olması lazımdır. Ay dostlar, bizə evə təmizləyici xanım lazım deyil. Mənim Azarafa deyil ama lazım deyil. Özümü təmizləyirəm, istəmirəm qız sağ. Ay, Sən bu nar suyuna aşıq olmusan deyəsən. nar suyu olaydı. Mən hər gün Fanta'nın nar suyu ilə işimi Sən sümürərəm. nə istəyirəm? Sənin dolmanla. Kələm dolması. Amma yeyəm. Vaga. Oy Velizaro. Oy ömrüm o. Necəsən ayağım aşkım? Sağ ol, sağ ol. Nətərsən? Təşəkkürlər. İş başındasan. Nə başındayam? İş başında, yəni işləyirsən yoxsa? Ha da bütün gün işdəyəm. Hay, nə yeyirsən pivədən zıvıyırsan? Sən tatılarını kim vurub bəs? Amirxan, Hə, bilərsən. adını eşitmişəm. Hə, Tatu Amirxan idi, amma ay vaqa bunu tez eləmək lazım deyil, sevgilim ömrüm yaraşıqlı. Allah bu Bax, nədir? Nə oldu? Oy nə vəziyyətə qoymusunuz onu? Bu köhnədir, bunu təzələtdirirəm, bu təzəsidir, bax. Bunun üstünə təzdən eləyəcəm. Ayda necə dözmüsən ona? Oy, vaqa sən bilsən mən nələrə dözmüşəm, o nədir ki? Nə var, məndə keyitmə sistemi var. Bax belə uzanırsan heç nə olmamış kimi. Allah. Nəylə keydirsən? Adını deyənmərəm də, başqa şeydir. Nə, canım mənim. Heç nə hiss eləmirsən, sıfır. Amma mən vaqaya halal olsun. Bu qədər yemək yeyib kükəlməyən ilk dəfə səni görürəm. Nə qədər yemək yeyirsən abi? Bax, mən sənə göstərim də, çox adam bilmir. Bax, Az bunu belə yeyir, kükəlmir. bax göstərirəm, niyə kökəlmirəm deyirəm də. Hamı bilir, çox adam bax. Hə. Dərmanları görsən. Hə, nə üçündür onlar? Məndə elə bir qıc olma xəstəliyi var da uşaqlıqdan. Nə olma? Qıc olma bax, hamısı dərmanlar. Qıc nədir? O nədir? Deploram S-sat. Bax, dərmanın qiymətinə bax 25 manat. Biri var 33 manat, 44 manat. Bax. O nədir? O nə xəstəlikdir elə? Bu elə bir ki şey olur da. Aa, səndə sudurğan var. Yo, sinirlərim elə bir dartılır, başlayır qıc olmağa. Hə. Şey olursan da buraların nevroz vurur beyni və buradan damarların tutulur da əlin zadın belə qalır. Aa, olursan yəni tez-tez hər gün. Hə, adi bir şeyə əsəbləşəndə də oluram da, nervlərim pozulur. Bax məsələn Sən bir gün oyun yayınları eləyirdin. Nə oldu oyun yayınlarına? qızlarla Ya bir dənə oyun yayınları eləyirdin, kompüterdən. hə, polis maşını sürürdüm yo. Hə, dur anladım. İndi dur mənə çat. Ay vaqa bir şey deyəcəm. Hamı getdi sutka. Al. PUBG Mobile oynayırsan? Yo, Point Blank oynayıram. Aa, mən o vaxtı PUBG Mobile çox oynayırdım. Mənim hələm də 78 levelim. Nə vaxt oynamıram. Velizar köynə evi neçə almısan? Zara'dan aldım. Zara Amma endirimdəydi. 50 manat idi, nə idi? Valla endirimdə. Diglas'ın yanında. Yox, Gənclik Mall Zara. Maldan? Gənclik Mall Zara. Hə, bildim. Gənclik Mall Zara. Bax onun narlısı var. Ondan iç bayılarsan. Kolanın arısı. Yox, Fanta'ydı biz içdiyimiz kolaydı. Fanta'nın narlısı vaqa cırılarsan elə gözəldir dadı, elə gözəldir ki. Katya nətər oldu bəs? Əməliyyat elədi. Yaxşı Katya qalxır, zıplayır, etirir, oturur, qalxır. Mən bir dənə qızla danışırdım. Qıza deyirəm ki, sən təzə canlıçanda da. İndi kiminsə xəttinə deyir, özləri biləməyən vecimə deyil. Mən bir dənə qız zəng elədi ki, bəs şeydir, bir nəfər canlı açıb, bəs 10.000 adam var canlısında. Dedim ki, kimdir ki? Təklifə atdı sırası. Gördüm o məni takip edirsən. Yazılıb geri takip et. Dedim məni takip edir. Hamı çünki o təzə açdığım dövrdə ləmandı. Bax, hamı deyirdi PK bunlarla PK. Allah hamd olsun dedim ayda necə zor oldu bəs. Baboşun eşeği öldü. Danışmırsan elə onlarla?
Ay yox, onlar var ya. Allah and olsun mən Ləmana, məsələn insan olaraq da. Amma bax Vaqa, mən TikTok'da çox yoxam da. Sadəcə indi məsələn mən yayın aşıb dönəmlərdən sonra hamı Vaqa deyirdi, Ləman deyirdi. Məsələn mən girib baxırdım da bu Bakıya gəldiyim dönəmlərdə. Siz məsələn geçmiş kayıtlarınızı gördüm. Siz məsələn Ləmanla falan çox dostluydunuz o vaxtda. Ha, mən Ləmanı çox istəyirəm, Allah and olsun. Amma səni baboşda PK-da görməmişəm heç. Yox, mən Ləmanı məsəl üçün çox istəyirdim, örgəşmişdim ona. Bilirsən necə insan bağlanır, eləyir, örgəşir, belə dost kimi, yaxın kimi. Elə bildim ki, biri yaxınım da, nəsə problemim olanda, sonra harasa mənə reklama çağırmırdılar. Özü də Allah şahid. Deyirdim ki, məsələn Ləmanla gəlirəm də, Ləmansız gəlmirəm. Onunla getmişəm reklamlara. Hə, siz ikiniz yaxın dostuydunuz. Hə, dişimi, məsəl üçün dişimi düzəltdirmişəm, demişəm ki, diş həkiminə, Ləmanı da düzəlt, Ləman da zor reklam eləyir zat belə. Ləmanı da gətirmişəm. Nə bacarmışam, eləmişəm, halal xoş olsun. Amma indinin özündə məsəl üçün Ləmanı bloka atmışam, düzdür. Çünki mən elə şeylər görmüşəm ki, bu TikTokda, məsəl üçün sən qabağa get, sən səhifədə duracaq 5 dənə bloger, 10 dənə bloger hər gün şikayət vuracaq ki, sənin canlı yayının partlamasın. Bildin necə? Sən orada bir ara məndə də elə oldu da Vaqa. Bir ara hər gün spam gəlir. Onu blogerlər eləyir də. Məsəl üçün mən sənə deyim də, mən canlı açıram 3000 adam girir. 3 dənə biri Başua deyir, biri nəmi Oki deyir məsəl üçün. Onlar çıxır, məsəl üçün canlı düşür 2000-ə. Adam da var ki deyir, "Oy da bunlar bir dənə tutulsaydı, bir dənə başlarına iş gəlsəydi, zor ol." Elə bilirsən arzu çıxanda yalandan video paylaşanlar var. Ay axır ki balalarına Allaha and olsun tutulanda deyirdilər ki, ürəklərində, "Oy da zor oldu, canlımız qalxacaq, partlayacaq." Gördüm də mən tutulanda biri gülmüşdü, əlində telefon. Bax, o günləri səninlə mənim kaydımın altına biri yazıb ki, bu Velizarı tutturub, indi də Velizarla belə. Mən hüquq vəkil deyiləm, hakim deyiləm. Amma sən şikayət eləmişdin. Balamın canı yox. Yo, o kayıt nə idi? Mən bir dənə kaydım gəldi. Oğlum, iki oğlumun canı, sən şikayət eləmişəmsə, heç onları onsuz da görmürəm. Görmək heç nəsib olmasın. Mən canlıda bir dənə dedim ki, sən orada demişdin, balaca böyle. Mən orada dedim ki, "Ay, bu nə söhbətlər də eləyir. Buna nə əcəb tutulmayıb, baxmayıblarsa." Belə demişəm canlıda. Yoxsa mən bu TikTokda bir nəfəri şikayət eləmişəm. O da ki, naxadı 15 sutkuya gedib. Kim sən canın? Biri var idi, canlı açıb deyirdi ki, PK oynayanlar anası belə, bacısı belə. Qadın idi, kişi. Oğlan deyə Sərdar İnançı var. Hə, yox, bilmirəm. O da məsəl üçün mənə deyirdi ki, qaqa mənə 10 manat pul at, 5 manat deyirdi, 10 manat atırdım, axşam mənim pulumla içirdi, başlayırdı hamımızı söhürdü. Səhər ayılırdı, üzr istəyirdi, axşam bir də. Elə oldu, nəsə axırda durdum, getdim haralara, nə bilim ha. Amma sən mən gördüyüm qədərilə təksən. Həmişə işinə 4-yə girirsən, nə belə PK-lara. Mən də heç. Hə, mənim xoşum gəlir. Mən vəbşə PK azad eləmək mənlik deyil. Amma sən dəvət etdilər PK-ya heç. Çox, heç Ləmangilin özü də çağırıb da mənə vaxtı ikən ki, gəl mən niyə deyirəm, mən bilsən necə adamam. Məsəl üçün, elə adamam ki, mənimki bir dənə Ləmanla tutur. Yəni barışmaq kimi ehtimal var, yoxsa getdi dalaşmaq? Ləmanla barışmaq deyəndə ki, mən onunla düşmən deyiləm ki. Mən onu çox istəyirəm onsuz da. Və o birisilərlə aran nətərdir? Yox, onlar inarsan mənim anam rəhmətə gedəndə də yazıblar. Elə şeylər var ki, nə bilim, deyəmirsən. İnsan ürəyi var da, ürəyi və məsəl üçün mən yatmıramsa, yatmıram da. Yəni sən o ürəyinə görə onlar yatmır. Hə, onlar yox, Ləman yatır. Və Sevər nətərdir, aran var mı? Hə, Sevərlə danışıram, direktə də danışıram. O da mən başa düşdüm ki, yandan xəstəxanaya dörtdən bir dənə Ləmanla aran yaxşıdır. Hə, o günlər zəng eləmişik Sevərə, deyir, necə elədi, gözlüyünüz Sevər xanım yapıb. Dedim, vay, Sevərə, vay. Sən işin nə tərk edir? Şükür, mən gündə bir dənə vururam da tatı. Hər gün olsa. Mən yoxsa işləməsəm, mən bir dənə uşağa vurdum. Ay, bax, işlərin haradadır? Neftçilərdə, Bazar Storun yanında. Hə, hamı bilir orayı, eləmi? Hə, gündə ən azı 5 nəfər qapındır. Qapıya görə yazmışam. Rahatsız edirlər, belə gəl. Allah haqqı, evi satıb getmək istəyirəm buradan. Bina evi deyil ki o, məhəllədədir ondan. Həyət evidir, bax, qapıya görə nə yazmışam? Baxım. Dur, buz görünür, görünmür. Ekrana necə çevirirdim? Ekran. Ya qapını bir dəfə döy. Ailən kimi ailə var içərdə. Açılmırsa demək ki, yoxam. Hə. Sağ ol. Sağ ol. Amma baqa, o mən sənə başdan demişdim ya.
Ay Vagada belə falan. Ha. O pis tanıştığım dönemlerde. Ha. Ama gerçekten sonra peşman oldum o dediğine. Dediler niye? Ha. Niye? Aa. Bilirdin. Yo. Bazı Tək fikirdə olmuşsan da. Elə bir şey. hakikaten öyle değilmiş. 100%. Aa gerçekten. Sen ona sinirlendin ki ben de öyle değil. Yani boyum uzundu. Ha, sen çok kolay içirsen ya. Ay Vaga. Ay mən günə Tamara yazırsınız. Tamara kimdi? 7 dənə 8 dənə. Yaxşı oğlansan. Yox. Vaga o vaxtı şeydi ama sen sakitleşirsen Vaga. Ay sakitləşmək. Bir sən necə? Yəni Ay Vaga o ki dedin ya. O ki ile biri yayın açırdı. Rayonlarda indi yayın açmır. Ne oldu onlara? Sen Kim? bilirsin. Rayonlarda yayın açtı. Bir hafta bundan önce. Sonra bıraktılar. Açmamaya başladılar. olur ki, problemli canlı açır məsəl üçün yığışdırırlar da. Onlar açırdı bir an durdular açmadılar. Sen bilersen sen buranın şeysin. Qızla açan, okey. Yok hadi Oki ile bir oğlan açırdı. Millete sual falan verirdiler. Zahid. Hə, Azər Zahid. Hə. O da açır da canlı. Yok Prosta Oki ile açırdı rayonlara falan gelirdi. Sonra o bıraktı reyting bana. üçün də Velizar. Bunu hamı bilir ki, Azər Zahid məsəl üçün kiminsə çağırırsa reytingi qalxsın deyədir. Hamı bilir onu. Hamı. Ha, onunla da aran yoktu. Azərlə var belə normal da. Yəni reyting üçün veriliş aparır da o. Ancaq onunki reytingdir. Yəni öz canlısına 400-500 nəfər baxır da. Kimləsə başıva zatla gedəndə məsəl canlısı qalxmışdı 2000-ə, 3000-ə. Azərin verilişləri partlayış olub da. Azərbaycanda birinci o gətirib verilişə. Birinci də elə bizi Suroka veriliş aparıb. Söz. Ay çok temalar vardı danışamıyorum bak. Ha. Canım sağ değil gedim ben şu bağlayacağım. Hələli, özündən Değerli. müğayət. Sağ ol canım benim görüşelim. Asfalgayla ne dedikodular edilir de değil mi Niko? Yayında değil. Vaga çok açık sözlü. Direkt her şeyi. Kız sana bir şey değil mi? Vaga'da ne sirler var, ne sirler var, ne sirler var. Az gör neçə TikTok'ta. Bir gün Vaga'ya gittim yalana balaca bir dövmeliyim oturum ona bir dedikodu yıkım kız. Vaga'da ne sirler, ne yayıncıların çaka çuko sirleri. Uuu değil mi Niko? Ev yıkacak sirler var. İllerdir. Neler var onda da gel ondan bir gün realde oturum dedikodulaşacağım. Buradan da çok diyen bazı şeyler. Ay Şehla, kız bu ne güzel dedi. Belki Şehla değil mi? Benim oligark kokulu, rahim kokulu bacım. Oy Victoria's Secret'i rahminden öpürəm. Qohumum. Oy benim halam kızı, halam dayımın kızı. Az bu saat 2:44 ve saat yayına bak 20.000. Ay bacı ben de gedim vızgırdım yatım. Öpeyim sizi. Bu arada Beyaz yayını yenilədik. Mən takip edin. İnanırsınız Allah'a bu biraz halsız halımdı. Sabahtan full enerjili yayın açacağım. Ekrana basan hamınızı yaladım, yuttum, dik tuttum. Ey ekrana basanlara o parmaklarınızı emcüklüyürəm. Bastığınız parmağı. Balaca ve böyük hediye atanların hamısını Allah yüreğine göre versin. Allah'a bugünle şükürler olsun ki ay canımız sağlam, elimiz kolumuz sağlam. Sabahda inşallah sağ salamat oyanar. Oy amin inşallah. Ben izleyen hamı benim kazandığımın 100 katını kazansın. Amin inşallah. Canımsınız. Geceniz xeyrə qalsın. Follow me. Hamınızı öpürəm, yalayıp yuturam, dik tuturam. Reklam ve emektaşlık üçün 010 201 51 01. Ara beni, yala beni hattı. 010 201 51 01. De öpürəm sizi. Adımı unutabilirsiniz, dadımı asla. Follow edin. Kız sabah en saatte yayındayım. Geceniz xeyrə. Bayağı yayın açtım Allah hakkım. Ekran kaydını hiçbir fan sayfalarıma atamıram. Aslında güzelim. Ay anam sana buradan öpücükler canım anam kız rahminden öpürəm. Ay güzel yat artık. Öptüm kız size hadi geceniz xeyrə qalsın. Erinizi de öpürəm, sizi de öpürəm, mamanızı da öpürəm, dedenizi de öpürəm, hamınızı öpürəm. Yorganın altına girin, erinizi iyiliye yatın. Canımsınız. Çaka çiko saatiniz başladı. Ay evliler bana deyir Velizar. Deyir ki işte gələm yorğun arğın. Deyirəm. Deyir ki indi saat 11'də gələm. Arvad sən deyir 12'də izləyir. Saat 2'də bağlayırsan 2'də 3'də. Deyirəm. Deyir ki mən 2'də 3'də mən paxmer gedib yatıram. Yuxum gəlir. Deyirəm ben çaka çiko. Deyir çaka çikoya vaxtımız olmur. Artıq yayını bağlayandan sonra çaka çiko eləyim bilərsiniz. Öpürəm kız sizi özünüzə yaxşı baxın. Gecəniz xeyrə. Balaca hediyə atan oğlanlar öpürəm. Qızlar öpürəm. Hadi kız sabah en saati yayındayım 00.